Salam dostlar, hər vaxtınız xeyir olsun. Yenə də Abdələ Jurnalı 2026-nın 11-ci siniflər üçün olan deməli Azərbaycan dili fənnindən buraxılış modelinə uyğun nümunə suallara baxırıq. Bu dəfə mətn suallarının izahını verəcəyik. Birinci mətnimiz gümüş kəmər mətnidir. Burada söhbətin nədən getdiyi haqqında qısa bir məlumat verək. Deməli, burada bir gümüş kəmər var. Bu bir ailəyə ulu babalarına yadigar qalıbdır. Ailə ehtiyac ucbatından kəməri satmaq məcburiyyətinə qalır və bu kəməri bir erməni alır və o həmin kəməri muzeyə satır və deməli bu kəmər də İrəvandakı muzeydə erməni qədim əşyası kimi, qədim erməni əşyası kimi orada təqdim olunur. Sonra muzeyi ziyarət edən həmin o ailədən olan bir nəfər bu faktın üstünə açır ki, bu Azərbaycanlıya məxsusdur və s. və s. Yəni, bu mövzuda təxminən bir mətndir. Keçək mətn suallarımızın izahına. Birinci sualımız şərti belədir ki, cədvələ əsasən mətnin məzmununa aid doğru fikirləri müəyyən edin. Bax, doğru fikir deyirsə, biz burada bunu mütləq işarə eləməliyik. Deməli, doğrunun altında yazılıb ki, kəmərin qiyməti mismarla cızıldığına görə ucuz idi. Bu yanlışdır. Kəmərin ümumiyyətlə qiyməti barədə mətndə hər hansı bir məlumat yoxdur ki, konkret bir qiymətədir. Amma düzdür, səhv eləmirəmsə 50 manata satılmışdı Erməniyə. Amma buna görə ucuz deyil. Sadəcə ailə ehtiyacı var idi deyə kəməri məcbur o qiymətə satası oldu. İkinci deyir ki, uşağın kəmərə cızdığı ad muzeydəki hadisə zamanı əsl sübut idi. Bu doğru fikirdir. Biz orada da görürük ki, kəmərin içərisində yəni kəmərin üzərində həm ermənilərə məxsus bir ad var idi, saxta olaraq. Eyni zamanda uşaq da kəmərin içərisinə öz adını cızıb yazmışdı. Təbii ki, bu Azərbaycanlılara məxsus bir kəmər idi və uşaq da orada onu sübut etdi. Yanlışdırın altında yazılıbdır ki, kəmərin satıldığı illə ekskursiyanın baş tutduğu il fərqlidir. Bu doğru fikirdir. Biz görürük ki, kəmər satılandan bir neçə il sonra uşaq ekskursiyaya getdi. Yəni doğru fikirdir, amma yanlışın altında yazıldığı üçün biz bunu götürə bilmərik. Muzeydə yalnız kəmərlər nümayiş etdirilirdi fikri yanlışdır və yanlış olduğu üçün biz bunu götürməliyik. Hələ ki 2, 4, sonra ehtimaldır kəməri alan erməni muzeylə əməkdaşlıq edir. Bu ehtimal ola bilər. Hər iki ad kəmərin üzərinə eyni məqsədlə yazılmışdır. Yanlışdır, biz bunu deyə bilmərik. Deməli, doğru cavab oldu 2, 4 və 5. Yəni, doğru cavabımız oldu D variantı. Növbəti sualımızın izahına keçək. Deyir ki, mətnin tərkib hissələri ilə bağlı yanlış fikri deyir, müəyyən edin. Mətnin tərkib hissələri deyəndə biz başa düşməliyik ki, giriş, əsas və nəticə hissəsi. Deməli, deyir ki, birincidə giriş hissəsində mətndəki əsas problem haqqında məlumat əldə etmək mümkündür. Mətndəki əsas problem nə idi? Əsas problem Azərbaycanlılara məxsus olan bir əşyanın, bir tarixin ermənilər tərəfindən saxtalaşdırılması və onların öz adlarının çıxarılmasıdır. Yəni, əsas problem budur mətndə. Ona görə də girişdə biz bu haqda məlumata rast gəlmirik. Girişdə sadəcə biz görürük ki, babalardan yadigar qalan bir kəmər var. Nə bilim, bunu uşağın atası da taxıbdır, uşaq da onun içərisində cızır və s. və s. Yəni, girişdə əsas problem haqqında məlumat almaq mümkün deyil. Ona görə də bir yanlışdır. Tüm qərarlarla verilmiş cümlədəki hadisə mətndəki problemin səbəbinin açılmasına istiqamət verir. Bu doğrudur. Bax, burada görüb bir də baxdım ki, atamdan kəməri alan saqqallı erməni başımıza toplaşanların arasındadır. Məhz bu saqqallı erməni idi bu əməli törədən. Yəni, deməli, o əşyanı muzeyə verən, satan, saxtalaşdıran və s. və s. Bu doğru fikirdir. Hadisələrin ardıcıllığını bərpa etmək üçün 3-cü abzasın, 2-ci abzasın yeri dəyişdirilməlidir. Buna ehtiyac yoxdur. Yəni, abzaslar yerindədir, hər hansı bir dəyişikliyə ehtiyac yoxdur. Nəticə hissəsində reallaşa bilməyən işin gələcəkdə reallaşacağına inam ifadə olunubdur. Bu doğru fikirdir. Və burada da görürük ki, ədaləti bərpa etdirməyə, günahkarların cəzalarını almalarına və kəməri muzeydən geri almağa nail ola bilmədik. İnanıram ki, baxın, inam. Günlərin birində mütləq babalarımızın İrəvan muzeylərindəki qədim əşyalarını geri alacaq. Bax, bu sonuncu cümlə
insanlardakı inamı ifadə edir. Sonra deyir ki, nəticə hissəsində mətnin məzmununa uyğun olmayan cümlə işlənmişdir, səhvdir. Deməli, yanlış olanları istəsə bizdən 5-i götürəcəyik, 3-ü, bir də 1-i. Yəni, doğru cavabımız oldu C variantı. Keçdik indi 13-cü sualımızın izahına. Səbəb-nəticə əlaqələridir burada. Mətnin sol xanasında səbəbi yazıbdır, uşaq ekskursiyaya getdi. Və biz bu siyahıya, daha doğrusu bu səbəbə aid olan doğru nəticələri burada yazmalıyıq. Deyir ki, adı siyahıya salındı. Yəni, uşağın ekskursiyaya getməklə adı siyahıya salınmağı nəticəsi ola bilməz. Birinci, əlbəttə ki, adı siyahıya salınır, sonra gedər də. Ona görə bir yanlışdır. Kəmər muzeydə tapıldı. Uşaq ekskursiyaya getməsəydi, Kəmər muzeydə tapılması mümkün olmayacaqdı. Yəni, bilməyəcəkdi ki, o kəmər hara gedibdir. Bu doğru fikirdir. Valideynlər çox əsəbləşdilər, yanlışdır. Orada biz valideynlərin uşağın ekskursiya getməyindən sonra əsəbləşməklə bağlı bir məlumat rast gəlmirik. Ailənin dolanışığı düzəldi. Bu da yanlışdır. Ailənin dolanışığı ekskursiya getməmişdən daha əvvəl idi. Naqis əməlinin üstü açıldı. Doğrudur. Orada ermənilərin mənfur əməlini üzə çıxdı və ifşa olundu. Doğru cavab olacaq 2-5, yəni D variantı. Mətnlə bağlı belə nəticə çıxarmaq olmaz deyir. Uşağın valideynlərinin kəmərin tarixi barədə məlumatları vardır. Doğru fikirdir bu. Yəni biz girişdə də bu barədə görürük ki, yəni məlumatlar var ki, ulu babalarından qalıbdır. Uşağın atası da nə vaxtsa həmin kəməri taxmışdı. Doğrudur. Kəndin yerli cəmaatı öz tarixinə ayıq-sayıq yanaşırdı. Səhvdir. Ona görə ki, biz burada ümumi olaraq kənd cəmaatının tarixə ayıq-sayıq münasibətini görmürük. Sadəcə bir uşağın orada ekskursiya zamanı o kəmərlə bağlı narahatlıqlarını görürük. Yəni tariximizlə bağlı. Uşağın iddiaları muzey heyətinə böyük narahatlıq yaratmış. Doğrudur. Yəni belə bir narahatlıq olmasaydı, o muzeyi bağlayıb onları oradan uzaqlaşdırmazdılar. Ailə kəməri muzeydən geri almaq üçün çox çalışmışdı. Bu da doğru fikirdir. Yanlış olan oldu C variantı. Keçdik 15-ci sualımızın izahına. Deyir ki, üzərində rəqəm yazılmış sözlərə əsasən uyğunluğu müəyyən edin. Üzərində rəqəm yazılmış sözlərdən birincisi belinə bağlayıb sözüdür. Təbii ki, bu da həqiqi mənada işlənibdir. Bir dənə baxaq. Baxın, burada. Bax, biri bu sözdür. Bağlayıb sözdür. İkinci sözümüzü axtaraq görək, o hardadır həmin sözümüz. Baxaq. Bir də burada nümayiş etdirilən bölməni bağlayıb. İkinci sözümüz də budur. Gələk indi bu 15-ci sualımızın izahına. Görək burada bizdən nə istəyir? 15-ci sualın izahında. Deyir ki, qapamaq, qıfıllamaq, kilitləmək mənasındadır. Bu ikinciyə gedər. İkinciyə gedər. Yəni, bax, ikinci... Bir dəqiqə. Yaxınlaşdıraq biraz da. Rahat görməyinizdən ötürü. İkinci A. Sonra xəncər bağlamaq ifadəsində eyni mənada işlənmişdir. Bu birinciyə gedəcək təbii ki. Sonra dükanı bağlamaq ifadəsində eyni mənada işlənmişdir. Bu ikinciyə gedəcək. Sonra onları tale bir-birinə bağladı cümləsi məcazilik və həqiqilik baxımından eyni mənada işlənmişdir. Yanlışdır. Ümumiyyətlə orada iki mənada ikisi də həqiqi mənada işlənir. Bu heç birinə getməyəcək. Taxmaq mənasındadır. Bu da birinciyə gedəcək. Belinə xəncəri bağladı və ya taxdı. 1-ə B, Y, 2-yə A, C. Doğru cavab oldu C variantı. İndi deyil, əvvəlində işarələr qoyulmuş sözlərin mənalarını yazın. Baxaq görək. Bax, məsələn, qarşısında bir üçbucaq, bir də bir sözümüz bələdçidir. O birisi hansı işarə qoyulmuş sözü? Bir də romb işarəsi qoyulmuş sözümüz. Ki, o hardadır? Bir də ekskursiya sözüdür. Baxın, bir ekskursiya, bu söz. Bir də bələdçi sözdür.
Hər iki sözün mənasını buradan yazaq. Birinci ekskursiya sözüdür. Yəni ekskursiya sözünün mənası nədir? Onu biz burada qeyd edək. Baxın, bu ekskursiya sözünün mənası belə yazılmalıdır. Gətirək buradan. Ha. Ekskursiya elm və ya öz məlumatını öz məlumatını artırmaq. Nəsə də bu belə getmir. Elm və ya deyirəm buradan belə şifahi formada deyim. Elm və ya öz məlumatını artırmaq yaxud da əyləncə məqsədini təşkil edən bir səyahətdir. Bələdçi də təbii ki, bələd olan, yol göstərən və o mənalardadır. 17-cidə nə deyir? Altından xətt çəkilmiş cümləni mətnin üslubunun səciyyəvi xüsusiyyətlərinə uyğun zənginləşdirərək yazın. Altından xətt çəkilmiş cümlə budur. Bələdçi inad elədi. Bələdçi inad etdi. Bax, altından xətt çəkilmiş cümləmiz odur. Buna biz məcazi, yəni bu mətnimiz ümumiyyətlə bədii üslubdadır və bədii üsluba görə də biz burada məcazi mənalı bir söz forması işlətməli, cümlə forması işlətməli. Belə yaza bilərsiniz. Misal üçün, bələdçi iki ayağını bir başmağa dirədi. Görə burada indi qələmimizdə problem olmasa belə yazaq. Bələdçi iki ayağını bir başmağı dirədi. Bir başmağa dirədi. Belə yaza bilərsin. Bələdçi iki ayağını bir başmağa dirədi. Sonra deyir ki, hikmətli məsəlin mətnin hansı tərkib hissəsinin məzmununa uyğun olduğunu qeyd edin və fikrinizi əsaslandırın. Hikmətli fikir budur. Doğruluq baş üstünə tutulmayınca oğru tutulmaz. Tərkib isə təbii ki, gedəcək nəticə hissəyə. Yəni bu hissədə də biz kəməri muzeydən geri götürməyin hələ də mümkün olmadığını görürük. Və buna səbəb də ermənilərin ikiyüzlülüyü, saxtakarlığı və dövlət orqanlarının buna göz yummasıdır. Yəni bunu belə yaza bilərsiniz əsaslandırma kimi. 19-da deyir ki, əvvəlində ərəb rəqəmi yazılmış hansı cümlədə məzmuna uyğun olmayan ifadə işlədilmişdir. Həmin ifadəni uyğun nümunə ilə əvəz edərək cümləni yenidən yazın. Bu cümləmiz, bax bu cümləmiz əvvəlində ərəb rəqəmi qoyulmuş cümlədir. Bu cümləmiz bax budur. Üçüncü olan bu. Deyir ki, bir gün kəmərlə bağlı aldığı tapşırığı atama xatırla. Burada tapşırıq sözü uyğunsuz bir sözdür. Tapşırıq yox, bunu belə yazmaq lazım idi. Bir gün kəmərlə bağlı atamın verdiyi sözü, vədi ona xatırlatdım. Yəni ona görə tapşırığı və aldığı sözlərini çıxarırıq, onun əvəzinə verdiyi sözü, verdiyi vədi sözlərini ora yaza bilərik. Sonra keçdik 20-ci sualımızın izahına. Plan bəndi verib ki, eksponata çevrilən gümüş kəmər və deyir bu hansı tərkib hissəyə gedər? Təbii ki, bu əsas hissəyə gedər. Əsas. Nəticə hissəsi verib və buna da uyğun cümlə istəyir bizdən. Misal üçün, inam yaza bilərsiniz. İnam. Sonra gələcəyə inam və yaxud da gələcəyə inam. Bunu belə yazmaq olar.